Salam dostlar, qəşəng bir suala baxaq. Deməli, deyir ki, 21 ədədinin natural bölənlərinə neçəsi 3-ə bölünmür? Yadınızda saxlayın. Neçəsi 3-ə bölünmür və yaxud 5-ə bölünmür deyirsə, nəyin adını çəkirsə, deməli ondan zəhləsi gedir. Məsələn, 21-i sadə vuruqlara ayırsaq, 3 vur 7. Bölünmür sözü deyir, zəhləsi gedir. Tuluyun 3-ləri. Harada 3 görsəz, atın getsin. Deməli, qaldı 7 üstü 1. Biz də bilirik ki, natural bölənlərin sayı düsturu A üstəgəl 1, vuraq B üstəgəl 1 və s. Deməli, 1 üstəgəl 1 cavab eləyir 2. Yəni, B variantı. Həqiqətən də 21-in natural bölənlərinə baxaq. 1-dir, 3-dür, 7-dir, 21-dir. Deyir, neçəsi 3-ə bölünmür? Baxın, bunlardan 3-ə bölünməyən biri 1-dir, biri 7-dir. Deməli, cavabı yenə də 2 aldıq.